Salam əziz şagirdlər. Hal-hazırki video izahda biz Hilal kurslarının təşkil etdiyi MC6 sınaq imtahanının suallarının izahını hazırlamışıq. Bu video izahda məqsədimiz yalnız doğru cavabları göstərmək deyil, eyni zamanda səhvlərin səbəbini başa düşmək və onları bir daha təkrarlamamaqdır. Unutmayın ki, hər bir səhv sizi daha da gücləndirir. Başlayaq birinci sualdan. Deməli, Xankəndi şəhəri ilə xəritədə ulduzla işarələnmiş şəhəri Eyler-Venn diaqramına əsasən müqayisə edin. Ulduzla işarələnmiş şəhər Şuşa şəhəridir. Deməli, biz Xankəndi ilə Şuşanı müqayisə etməliyik. Baxırıq burada cavablara. Əsası 18-ci əsrdə Cavanşir sülaləsi nümayəndəsi tərəfindən qoyulmuşdu. Bu hər ikisinə aiddir. Sovet dövründə adı dəyişdirilmiş, daha sonra öz tarixi adına qovuşmuşdur. Bu Xankəndiyə aiddir, 1-ə getməlidir. Deməli, 1B olmalıdır. 20-ci əsrin 90-cı illərində SSR-nin yardımı ilə ermənilər tərəfindən işğal edilmişdi. Bu heç birinə aid deyil. Burada C-ni çıxırıq. Zaten C-ni çıxan kimi burada A, B, C variantlarından üstündən xətt çəkirik. Hətta burada bir dənə də D-də cavab çıxır artıq Y cavabı. Yenə də kontrol edirik. 1B-D, yəni Xankəndi Sovet dövründə adı dəyişdirilmiş, daha sonra öz tarixi adına qovuşmuşdu mu? Bəli. Bilirsiniz ki, Stepanakert adlandırılmışdı. Sonra biz onu yenidən öz tarixi adına qaytardıq. Sonra D-də deyir, antiterror əməliyyatları ərəfəsində ərazisində Rus sülh məramları yerləşdirilmişdi. Bəli. Bunu da deməli mövzunun içərisində görürsünüz ki, bəli, orada yerləşdirilmişdi. Sonra antiterror əməliyyatından sonra deməli həmən o qoşunlar oranı tərk edir. 1BD, 2Y, bəli. Bilirsiniz ki, Şuşaya Qafqazın konservatoriyası adlandırırdılar və 3A ortaq xüsusiyyət nədir? Bəli, Cavanşir sülaləsi nümayəndəsi tərəfindən əsası qoyulmuşdu. Ona görə cavab burada Y-dir. Davam edirik. 77-ci sual. 20-ci əsrin 30-cu illəri, 50-ci illəri və 60-cı illəri. 30-cu illərində bilirsiniz ki, Qobustanda qazıntı işləri aparılmışdı. 50-ci illərdə Şamaxı və Qəbələdə və 30-cu illərdəki o Qobustan qazıntıları Qobustan daş dövrünə aiddir. 50-ci illərdəki Albaniya dövlətinə aid qazıntı işləri aparılmışdır Şamaxı və Qəbələdə. 60-cı illərdə isə Azıq mağarasında. İndi biz bunların üçünün oxşarlığını tapmalıyıq. Deməli, İlk insanlara məxsus maddi mədəniyyət nümunələri aşkar edilməsi səhvdir. Çünki Qəbələ və Şamaxıda Albaniya dair olduğuna görə o olmaz. Albaniya deyəndə də digərləri uyğun gəlmir. Azərbaycan SSR-də tarix elminin inkişaf istiqamətində yeni nailiyyətlər əldə edilmişdir. Bəli, doğru cavab C-dir. Daş dövrünə aid ən qədim yaşayış məskəni deyəndə də yenə o 50-ci illərə uyğun gəlmir. Və bir də ki, burada ən qədim yaşayış məskənləri zaten burada nəzərdə tutur. Azıq mağarası, o da sadəcə 60-cı illərdir. Və Vikinglər məsələsini də bu da təbii ki, ancaq Qobustana aid etmək olar. Ona görə bunlar hər hansı birinə aiddir. Amma bizə lazımdır ki, üçünə də aid olsun, o zaman C cavabını götürməliyik. 78-ci sual. Aprel döyüşləri və 2-ci Qarabağ müharibəsində iştirak etmiş milli qəhrəmanımız. Bilirsiniz ki, bu Şükür Həmidovdur. A cavabı. 79-cu sual. Qədim dövrdə daha əvvəl yaranmış təsərrüfat sahəsi əlbəttə ki, ovçuluqdur. Ovçuluq və yığıcılıq ilk deməli insanların məşğuliyyət sahələri sayılır. Davam edirik. 80-ci sual. Səfəvi dövləti və Əfşarlar dövlətlərinin ümumi cəhlərinə aid deyil. Oxşarlıq olmasın. Deməli, burada cavab Misir Məmlük dövlətidir. Misir Məmlük dövləti ilə həmsərhəd olmaq. Bundan ötürü biz həm Səfəvi dövlətinin, həm Əfşarlar dövlətinin xəritəsinə baxmalıyıq. Hər halda baxmışsınız, öyrənmişsiniz. Biz orada o xəritələrin təhlilində vermişik və görürsünüz ki, Səfəvi dövləti Misir Məmlük dövləti ilə həmsərhəd olsa da, Əfşarlar dövləti artıq Misir Məmlük dövləti ilə həmsərhəd deyil. Sadəcə qərb istiqamətdə Osmanlı ilə həmsərhəddir. Digər cəhətlər oxşarlıqlardır. Bəli, yəni bunu deməyə artıq ehtiyac yoxdur. Yəni digər xüsusiyyətlər, digər cavablar onların ortaq xüsusiyyətləridir. 91-ci sual, 81-ci sual, deməli 9-cu yüzillikdə Azərbaycanda əlbəttə ki, bu Xürrəmlər hərəkatının davam edirdi. Xəzər xalqanın əsası qoyulub 7-ci əsrdə, Şirvanşahlar Azərbaycanı birləşdirməyib, Təbriz şəhərinin əsası qoyulub eramızdan əvvəl, ilk dövlət yaranıb eramızdan əvvəl 9-cu əsrdə, diqqətli olmanız lazımdır. Biz burada eramızdan gedir söhbət. 82-ci sual, uyğunluğu müəyyən edin. Mötərizədə görürsünüz Azərbaycan SSR-i yazıb, diqqətli olmalıyıq. 80-ci illər Heydər Əliyev tərəfindən idarə olunması 1C olmalıdır. Görürsünüz C demək olar ki, hamısında var. 90-cı illəri tapmalıyıq. Yəni bu hadisələr olmalıdır ki, 1991-ə qədər olsun. Burada da 20 yanvar faciəsi təbii ki, önə çıxır. Çünki D-də Ermənistandan deportasiyanın ilk mərhələsi 40-cı illərdən 48-50 üstü 40-cı illər olur. Xocalı Arsının işğal edilməsi 90-cı illər olsa da bu 92-ci ildir və Azərbaycan Respublikasına aiddir. Və Azərbaycan xalqının SSR-in ərazi bütövlüyünə mübarizəyə qalxması bu 2-ci Dünya müharibəsi illərində baş verə bilər. Ona görə o da 40-cı illərdir. Bu da səhv olur. A, B, D-ləri silirik zaten. Burada hamısını silirik. Elə cavab nə qalır? 1C, 2Y. Doğru cavab Y-dir.
Davam edirik. Azərbaycan SSR-nin tarixinə aiddir. Deməli, Moskvanın təzyiqləri ilə Qarabağa köçürülən ermənilərə daxili idarə etmə hüququnun verilməsi. Bəli. Baykal-Amur magistralının tikintisinin iqtisadiyyatın, yəni Azərbaycan SSR-nin iqtisadiyyatına heç bir əlaqəsi yoxdur. Bunu çıxırıq. Şərur-Dərələyəzin Azərbaycanın tərkibindən qoparılaraq Ermənistana verilməsi. O da düzdür. Xarici iqtisadi əlaqələr hər zaman müstəqil şəkildə həyata keçirilə bilməz. Çünki ondan məhrum edilmişdir Azərbaycan SSR-i. Bunu da çıxırıq. Vahid komandanlığın tabeliyində özünün müdafiə dəstələrinin yaradılması. Birinci bu daha sonradan yaradılıb. Yəni, eyni zamanda bilirsiniz ki, Qarabağ müharibəsi başlayandan sonra 91-ci ildə orada milli ordumuz yaradılmadan öncə özünün müdafiə dəstələri yaradılmışdı və onların arasında da təəssüf ki, vahid komandanlıq yox idi. Ona görə də elə problemlərimizdən biri də müharibə başlayanda məhz bu sayılırdı. Orada problemlər sadalanarkən birinci Qarabağ müharibəsində bunu da orada səbəb kimi göstərilir. Deməli, burada cavab 1-3 Y cavabıdır. Bu uzun bir sualdır. Nədir xəritədə? Deməli, xanlıqlarla bağlı sualdır. Xəritədə rəqəmlərlə göstərilmiş xanlıqların Qarabağ xanlığından fərqli xüsusiyyətlərini cədvələ əsasən müəyyən edin. Birinci biz xəritədə əlbəttə ki, 1, 2, 3-cü işarələnmiş xanlıqların hansı xanlıq olduğunu birinci onu müəyyən etməliyik ki, biz doğru seçimimizi edə bilək. 1 bu Şəki xanlığıdır. Deməli, 2 ilə işarələnmiş Quba xanlığıdır. 3 ilə işarələnmiş də İrəvan xanlığıdır. Bunu müəyyən etdik. Daha sonra burada şərtində görürsünüz, bunu mütləq bunu da qeyd eləməlisiniz. Azərbaycan xanlıqları 18-ci əsr deyir. Əgər ona fikir verməsə səhv edə bilərsiniz. Baxırıq, Şəki, deməli, Şəki Qarabağdan fərqli olaraq Əfşarlar dövlətinin keçmiş şəhər hakimi tərəfindən idarə edilirdimi? Xeyr. Vəkil olub Hacı Çələbi daha öncə oranın hakimi, bilirsiniz ki, Məlik Nəzəf idi, o da zaten Hacı Çələbi tərəfindən öldürülüb. Deməli, bu səhvdir. Burada bir də A-nı çıxırıq, zaten bir də A-nı çıxanda fikir verirsiniz, bax, bunlar getdi artıq. A deyə cavabları getdi. Gürcü çarını məğlub edərək borçağını geri almışdı. Bəli, doğru cavablardan biri budur. Azərbaycan torpaqlarını birləşdirməyə çalışırdı, hər ikisi çalışırdı, bu fərq deyil. Deməli, C-ni də silirik burada. C-ni də silirik. Onsuz da artıq cavab çıxdı, gördünüz. B cavabı doğru cavab. Amma yenə də biz təhlil eləyək sualı. İkincidə Qubanı deyir. Quba bəs Qarabağdan fərqli olaraq Şamaxı ilə həmsərhəddirmi? Baxın, bu Şamaxı bu ərazidir. Görürsünüz, Şamaxı Quba ilə də həmsərhəddir, Qarabağla da. Deməli, bu oxşarlıqdır. Dərbəndi tabe edərək Dağıstana qədər sahib olmuşdu. Bəli, bu fərqdir, Qubanın fərqidir. Gülüstan müqaviləsinə əsasən Rusiya imperiyası tərkibinə qatılmışdı. İkisi də qatılmışdı. Sadəcə həm də bu 19-cu əsrdə onsuz da, həm də oxşarlıqdır. İrəvanın hissəsində isə baxırıq ki, Rusiyanın işğalçılıq siyasətinə qarşı mübarizə aparmışdı. Yəni, bu zaten Rusiya qarşı mübarizə 19-cu əsrdə aparılıb və ona görə də bunu da çıxırıq. Və gəlirik, Qazax Sultanlığı ilə həmsərhəd olmuşdu. Qazax Sultanlığı burada yerləşir. Qazax Sultanlığı İrəvanla həmsərhəd olub, Qarabağla olmayıb. Bəli, bu bir fərqdir və əsası Əfşar tayfasının nümayəndəsi tərəfindən qoyulmuşdu. Bəli, bu da fərqdir. Görürsünüz, B-də göstərildiyi kimi 1B, 2B, 3 də BC. Doğru cavab B olur. 85-ci sual Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyət dövrünə aiddir. Prezident İlham Əliyev. Deməli, burada cavab Azərbaycanın qaz ixracatçı dövlətə çevrilməsi cavab C-dir. Digər cavablara baxsaq, ilk beynəlxalq dəmir yolunu çəkə bilməz, ondan əvvəl də dəmir yol xəttləri çəkilib. Bu sizi çaşdırmasın. Ola bilsin ki, Bakı-Tbilisi-Qars dəmir yolunu düşünə bilərsiniz. Sonra Milli Məclisinə ikinci seçkilərin keçirilməsi Azərbaycan Respublikasında. Bilirsiniz ki, 95-2000-ci illərdə keçirilib. Ən azından 2000-ci illərdə keçirilib. Onda da prezident Heydər Əliyev idi, ona görə olmaz. Və Qarabağ Universiteti Şuşada deyil, Xankəndində yerləşir. Burada diqqətli olmalısınız. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisinə start verilməsi də Heydər Əliyevin dövrüdür. Diqqətli olmalısınız. İstifadəyə verilməsi isə Prezident İlham Əliyevin dövrüdür. Ona görə də bu ifadəyə görə biz bilməliyik ki, bu Heydər Əliyevə aiddir, dövrünə aiddir. Ona görə cavab C-dir. 86-cı sual asan sualdır. 15-ci əsrin ikinci yarısında Cənub torpaqlarımızda yeni bir dövlət yaratmışdı, əlbəttə Uzun Həsən. Davam edirik. 87-ci suala gəlirik. Deməli, Qarabağın dağlıq hissəsində ermənilərə muxtariyyət verilməsi Sovet hökuməti qurulandan sonra və bir də 1988-ci ildə ermənilərin Qarabağın Ermənistana birləşdirməsi tələbi ilə çıxış etməsi verilənlər nəticəsində, yəni bunların nəticəsində nə baş verdi? Burada cavab B-dir. Ermənilərin ərazi iddiaları siyasi münaqişəyə çevrildi. Bilirsiniz, 1988-ci ilin əvvəllərində biz deyirik ki, ermənilərin ərazi iddiaları siyasi münaqişəyə çevrildi. Daha sonra SSR-in dağılmasından sonra 1991-ci ilin sonlarında isə artıq qanlı bir müharibəyə çevrildi münaqişə. Burada cavab B-dir.
88-ci sual. 20-ci əsrin 90-cı illərində Qarabağda yeganə aeroportu mövcud olduğu yer bilirsiniz ki, Xocalıdır. Xocalı da burada yerləşir. Zaten bu hissə Qarabağdır bilirsiniz və ona görə də onsuz da digər görürsünüz uzaqda yerləşir. 2 Naxçıvandır, 5 Şəkidir, 1 Qubadır, 4 də burada biraz kənara sürüşüb. Bu da Lənkəranı nəzərdə tutublar. Ona görə burada cavab 3-dür B. 89-cu sual uyğunluğu müəyyən edin. Eldənzilər dövlətindən fərqli olaraq Sacilər dövləti İran körfəzinə çıxışı malik idimi? Xeyr, hər ikisi. Bəli. Deməli, burada nə istəyir? Sacilərin, Eldənzilərdən fərqli olaraq Sacilər İran körfəzinə çıxışı malik idimi? Xeyr, bəli. Niyə? Çünki Sacilərin İran körfəzinə çıxışı yox idi. Zəncan və Həmədana qədər əhatə edirdilər. Amma Eldənzilərin var idi. Bizdə isə hansısa dövlətin Eldənzilərdən fərqini istəyir. Deməli, bu səhvdir. B cavabında deyir ki, Ağqoyunlu dövləti 15-ci əsrin sonlarından etibarən Səfəvilər dövlətinə qarşı mübarizə aparmışdı. Zaten biz öyrənmişik ki, 15-ci əsr deyirsə, Səfəvilər dövləti deyirsə, bu zaten yanlışdır. C-də deyir, Elxanlı dövləti 15-ci əsrin əvvəllərində ola bilməz, o da səhvdir. Çünki Elxanlı dövləti 14-cü əsrdə süqut eləyib. Şirvanşahlar dövləti, doğru cavab budur zaten. Eldənzilər dövlətindən fərqli olaraq Şirvanşahlar dövləti Səlcuq türklərinin Cənubi Qafqazı fəthindən əvvəl, yəni 11-ci əsrdən əvvəl yaranmışdımı? Bəli. Bu doğru cavabdır. Və nəhayət sonuncu suala da baxaq, cavaba da baxaq. Eldənzilər dövlətindən fərqli olaraq Ağqoyunlu dövləti qərbdə Teymurlərlə həmsərhəd idimi? Xeyr, qərbdə yox, şərqdə həmsərhəd idi. Ona görə də bu da səhvdir. 90-cı sual hadisə nəticə əlaqələrinin gözlənilmədiyi bəndi müəyyən edin. Burada cavab C-dir. SSR-nin rəsmən varlığına son qoyulmasından sonra yox, Azərbaycan Respublikası öz yerləri dəyişdirilib. Azərbaycan Respublikasının müstəqilliyinin elan edilməsi daha sonra SSR rəsmən varlığına son qoyulması idi. Ona görə də belə deyək də, yəni Azərbaycan Respublikası öz müstəqilliyini elan edəndən sonra SSR dağılıb. Yəni SSR-nin rəsmən dağılmasından, yəni 91-ci ilin dekabrında SSR süqut eləyib. Rəsmən varlığına son qoyulandan sonra biz müstəqilliyimizi elan etməmişik, ondan əvvəl etmişik. Bir daha deyirəm, SSR-nin süqutu dekabrdır, amma Azərbaycan Respublikasının müstəqilliyi isə deməli elan edilib 18 oktyabrda. Ona görə də burada uyğunluq gözlənilməyib. Amma digərlərdə də təbii ki, oxumağa ehtiyac yoxdur. Hadisə nəticə əlaqələrində deməli uyğunluq gözlənilir. 91-ci sual. Manna dövlətinin yaranması ərəfəsində Urmiya göl ətrafı ərazilərimiz, cənub torpaqlarımız kimlərin hücumuna məruz qalırdı? Əlbəttə Aşur və Urartu dövlətlərinin. Bunu yaxşı bilməlisiniz və gəlirik 92-yə. Şimali Azərbaycanın Çar Rusiyasının hakimiyyəti altında olduğu dövrə uyğun müəyyən edin. Deməli, birinci növbədə Çar əsarəti dövrü bilirsiniz ki, kitabımızda da qeyd olunduğu kimi 1828-1917-ci illər kimi göstərilir. Deməli, bu aradan olan hadisələri tapmalısınız. Və burada A-da 19-cu əsrin birinci yarısını istəyir, 20-ci əsrin birinci yarısını istəyir B-də. Birinci növbədə burada Milli Teatrın əsasının qoyulmasını çıxırıq. Çünki 19-cu əsrin ikinci yarısıdır. 4-ü çıxırıq. Sonra Gülüstan müqaviləsinin imzalanmasını da çıxırıq. Çünki o 1828-ci ildən əvvəldir. Yəni Gülüstan müqaviləsi imzalananda hələ xanlıqlarımız yenicə işğal edilmişdi. Sonra burada Koroğlu operasında çıxırıq. Çünki o Sovet dövründə hazırlanmışdı. Üzeyir Hacıbəyli tərəfindən 2-4-5-i çıxandan sonra zaten nə qalır? Deməli, Qondarma Erməni vilayətinin yaradılması 1828 Türkmənçaydan sonra olduğuna görə gedir birinci yarısına. A olur 3, B də olur 1, opera teatr binası tikilməsi. Operanın deyir, milli operamız yaranandan sonra kitabımızda da var ki, opera teatr binası tikildi. Ona görə də Y olur doğru cavab. A3, B1. 93-cü sual Osmanlı dövləti ilə həmsərhəd olmayan xanlığımız Naxçıvan xanlığıdır. Düşünürəm ki, bunu da əzbər bilirsiniz ki, Osmanlı ilə həmsərhəd olan 4 dənə xanlığımız var. İrəvan, Mak, Urmiya və Xoy. 94-cü sual. Deməli, Sacıoğlu, Eldənzilər, Şirvanşahlar və Bayandurlu. Deməli, burada 1-ə baxırıq. 1 və 3. Sacıoğlu, Şirvanşahlar. Bir digər Azərbaycan dövlətinin süqutu nəticəsində meydana gəliblərmi? Xeyr. Bilirsiniz ki, Şirvanşahlar xilafətin zəifləməsi nəticəsində yaranıb və onun öncəsində Azərbaycanda dövlət yox idi. Eyni şey Sacıoğluya da aiddir, olmaz. 3-4, Şirvanşah və Bayandurlu Səfəvi şeyxlərinə qarşı mübarizə aparması. Deməli, bəli, bilirsiniz ki, Səfəvilərə qarşı mübarizə aparan dövlətlərdən biri Şirvanşahlar, biri də Bayandurludur. Bu doğru cavabdır. Ərazisinə Van gölünün daxil olması 1-4. Bayandurluya daxil olsa da bilirsiniz ki, Sacıoğluya daxil olmuyor. Bunu da çıxırıq. Sacıoğlu dövlətinin xəritəsinə baxmaq lazımdır. Bundan ötürü ümumiyyətlə xəritələri ona görə də yaxşı bilmək lazımdır. 4-də deyir, orta əsrlərdə bütün Azərbaycan torpağını əhatə etmişdi. 2 və 3 Şirvanşahlar etməyib. Bunu da çıxırıq. Və nəhayət 5-ci cavab da doğrudur. 1-2 Sacıoğlu və Eldənzilər hansı böyük imperiyaların zəifləməsi nəticəsində yaranıb? Əlbəttə hər ikisi. Niyə? Çünki Sacıoğlu
Ərəb xilafətinin, Eldənzilər isə Böyük Səlcuq imperiyasının zəifləməsi nəticəsində meydana gəlmişdir. Deməli, 2-5 doğru cavab A-dır. 95-ci sual xəritədə paytaxtı ulduzla işarələnmiş dövlətin qədim dövr tarixinə. Söhbət Albaniyadan gedir. Çünki burada İberiya yazısı var. Biz anlamalıyıq. Bu da Qəbələdir. Qədim dövr deyir. Qədim dövr ifadəsinə fikir verməlisiniz. Makedoniya işğalına məruz qala bilməz. Çünki o Makedoniya İskəndər öləndən sonra yaranıb qədim. Yəni Albaniya və Atropatena dövlətlərimiz. Xəzər xaqanlığı ilə diplomatik əlaqələr saxlasa da o orta əsrlərdir. Haqqında Roma-Yunan müəllifləri məlumat verib, düzdür və Romalılarla sülh bağlayıb. Ərəb xilafət tərəfindən süqut uğradılması da o da orta əsrlərdir. 3-4 D cavabı doğru cavabdır. 96-cı suala gəlir. Dünya ədəbiyyatı tarixinə Xəmsə müəllifi kimi daxil olan əlbəttə ki, Nizami Gəncəvidir. 97 Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının xarici, baxın altından xətt çəkirəm, xarici siyasətinə aid olan oxşarlıqlar, yəni iki dövlətimizin xarici siyasətini müqayisə etməliyik, oxşarlığını tapmalıyıq. 1. Qonşu dövlətlərlə yaxşı münasibətlər qurmağa çalışması. Bəli, doğru cavablardan biri budur. Sovet Rusiyasına qarşı müharibə aparan Xalq Cümhuriyyətidir. Sadəcə Bakının paytaxt şəhəri olması oxşarlıq olsa da daxili siyasətdir. Osmanlı dövləti ilə hərbi əməkdaşlıq etməsi ancaq Xalq Cümhuriyyətinə aiddir. Xarici dövlətlərlə müxtəlif sahələrdə müqavilələrin imzalanması yenə hər ikisinə aiddir. Bilirsiniz ki, Xalq Cümhuriyyəti mövzusunda Osmanlı ilə müqavilə var. Sonra orada yazıb ki, bir çox iqtisadi müqavilələr imzalayıb digər dövlətlərlə. Azərbaycan Respublikasında da əlbəttə ki, əsr müqaviləsi var və digər əlbəttə ki, dövlətlərlə münasibətlərin qurulması və onlardan müqavilələrin imzalanmasını görmək mümkündür. 98-ci suala gəlirik, o da açıq sualdır deməli. Heydər Əliyevin Azərbaycan Respublikası dövründəki fəaliyyətlərini deyir. Baxın, burada diqqətli olmaq lazımdır. Bu, Prezident Heydər Əliyevin fəaliyyətlərini deyir. Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycan Respublikası dövründəki fəaliyyətlərini deyir. O zaman Naxçıvanda Ali Məclisin rəhbəri vəzifəsində çalışmasını götürməlisiniz. 1. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırması. 2. Hər il yüzlərlə gəncin SSR-i deyirsə, əlbəttə ki, Respublikaya tərs gəlir, ona görə olmaz. Onu Heydər Əliyev Sovet dövründə eləyib. Ermənistanla atəşkəsin imzalanması da 4. Xocalı və Şuşanın işğalını qarşısını almaq üçün hərbi silahlar keçirməsi edə bilməz. Çünki 1992-ci ildə Xocalı Şuşa işğal ediləndə Heydər Əliyev prezident deyil idi ki, hərbi silahlar keçirə bilsin. 1, 2, 4 doğru cavabdır. 99-cu sual. Düzgün fikir və ya fikirləri müəyyən edin. İkinci Dünya müharibəsi ilə bağlı sualdır. İkinci Dünya müharibəsi illərində Bakı 75 milyon ton neft istehsal edib. İkinci Dünya müharibəsində 700 minə yaxın Azərbaycanla iştirak edib. 1-3 doğru cavabdır. 2-4 niyə yanlışdır? Çünki İsrafil Məmmədov 2 dəfə yox, 1 dəfə Sovet İttifaqı qəhrəmanı alıb. Burada 2 dəfə yazıb və ilk şəxs yazıb özdə. Burada diqqətli olmalıydınız və Əhmədiyyə Cəbrayılov Sovet İttifaqı qəhrəmanı adına layiq görülməyib. O Əhmədiyyə o Mehdi Hüseynzadədir. Qarışdırmamaq lazım idi. Əgər kim qarışdırıbsa. Deməli, 100-cü suala gəlirik. Sonuncu uyğunluğu müəyyən edin. Azərbaycan Respublikası, Heydər Əliyev və İlham Əliyev. Bakı, Tbilisi, Ərzurum qaz kəmərinin işə salınması Heydər Əliyev yox, İlham Əliyevin dövrüdür. Beynəlxalq layihələrin Azərbaycandan keçirilməsi aiddir. BMT üzv qəbul olma Heydər Əliyevdən əvvəl olub, 92-ci ildə. Mədəniyyət xadimlərinin yubileyin keçirilməsi İlham Əliyevin dövründə var. Bakı, Tbilisi, Neft-boru kəmərinin istifadəyə verilməsi var. Və Bakıda yox, Şuşada Xarı Bülbül, 7-ci Xarı Bülbül festivalı keçirilib, bu səhvdir. Deməli, 1 olur B, 2 olur A, B. Beləliklə, əziz şagirdlər, bu videoda izahımızın sonuna çatdıq. Növbəti sınaqlarda sizə uğurlar arzu edirəm. Sağ olun, salamat qalın.